Olimpiya oyunları eramızdan əvvəl 770. Bəs müasir olimpiya oyunları harda neçənci ildə keçirildi? Yunanistanda 1896-cı Aha, Yunanistanda 1896-cı ildə, düzdürmü? Yaxşı, Yunanistan hansı şəhərində keçirilib? Yunanistanın Afina şəhərində. Afina, nə olar səsiniz açıb yerdən cavab verməyin. Sonra, Arzu müəllimə, səs yaman exo veririk sizdə. Hə, bir dənə çıxın girin. Hə, yaxşı, Arzu müəllimə, siz mənə deyin görüm, anam, düzgün qaçışın trayektoriyası necədir, neçə addımla bir nəfəs, alt nəfəs vermək lazımdır. Zaur müəllim hazır olun, bundan sonra Əbilov müəllim. Hə. 3-4 addımla bir nəfəs, alt nəfəs verməkdir. Yaxşı, zərbə dalğası ilk hara təsir edir? Onurğaya. Zərbə dalğası ilk. Dizə, sonra onurğa. Zərbə dalğası ilk dizlərə təsir edir. Bəs zərbə dalğası hardan keçir dedikdə? Onurğadan. Aha, onurğa və oynaqdan keçirdi, düzdürmü? Yaxşı. Bəs zərbə dalğası zamanı mənim gövdə şaquli vəziyyətdə olduğuna görə onurğa sütunu neçə qat yüklənməyə məruz qalırdı? 2 qat. 2 qat. İdmançının qaçışa başladığı ayaq, arxa ayaqdır, ön ayaqdır qısa məsafəyə qaçışlarda. Güclü ayaq. Yox, qaçışa başladığı ayaq hansı ayaqdır? Başladığı ayaq, arxa ayaq. Aha, qaçışa başladığın ayaq arxa ayaqdır. Bəs idmançının təkən ayağı hansı ayaqdır? Təkən ayağı ön ayaq. Ön ayaqdır, bəli. Yaxşı. Bəs belə bir sual veririk də mənim sizə. Çanaq çiyinlə bir qədər yuxarıya qaldırılırdı. Hansı komanda idi? Diqqət. Sonuncu qaçış addımında gövdənin irəliyə əyilməsi ilə icra olunan faza hansı fazadır? Qısa məsafəyə qaçışlarda. Finiş etmə. Finiş etmə idi, bəli. Yaxşı, 4x100 estafet qaçışında startla finiş üst-üstə düşür anam, 4x100-də. Bəli. Aha, düşürdü. İdmançılar saat əqrəb istiqamətində qaçırdılar, stadionda yoxsa saat əqrəb əks istiqamətində qaçırdılar. Yaxşı, 4x100-də ötürmə dəhlizi neçədən idi? 4x100-də. 3 dənə ötürmə dəhlizi vardı. 4x100-də deyirik 3 ötürmə dəhlizi vardı. Ötürmə dəhlizi neçə metr idi? 4x100-də 30 metr. 30 metr idi. Ötürmə mütləq şəkildə ötürmə dəhlizinin içindən min edilməli idi. Bəli. Bəli. Yaxşı. Müəllim, bəs siz mənə deyin görün, belə deyək də, avtomatlaşdırılmış və düşünülmədən icra olunan hərəkətlər hansı hərəkətlərə deyirdilər? Düşünülmədən icra olunan hərəkətlər vərdiş alın. Vərdiş alın almış hərəkətlərdir, bəli. Sürət gücü ilə qarşılıqla əlaqədar olan hərəkət qabiliyyəti hansıdır anam? Çevik. Sürət gücü ilə qarşılıqla əlaqədar olan qüvvə. Qüvvə. Qüvvə, bir də sürət. Sürət. Bəli. Qüvvə idi, bir də sürət gücü idi. Sonra, sürət gücünün əlverişli yaş dövrü neçədir anam? Sürət gücün əlverişli